Əslində oturduğumuz yerdən hər bir şey əlimizin altındadır. Bir kliklə ödəniş eləyə bilərik, kiməsə pul köçürə bilərik. Hazırda siz bankların tətbiqində hansısa bir xidməti ödədikdə onun arxasında fintexin qurduğu infrastruktur durur. Bank gedib hər provayderlə, hər xidmət təchizatçısı ilə ayrı-ayrı inteqrasiya etmir. Bir fintexə müraciət edir və oradan toplu şəkildə həmin xidmətləri alır, öz mobil tətbiqindən çıxarır ki, onda müştərilər onu ödəmə imkanına sahib olsunlar. Bir dənə fintech təşkilatına müraciət edərək, sən bir neçə bankla işini görə bilirsən, sən bir neçə müştəri ilə işini görə bilirsən. Yəni kim ki daha innovativ xidmətlər, daha sürətli xidmətlər, daha rahat xidmətlər təqdim edirsə, müştəri ora gedəcək. Yəni bu iki tərəfli paylaşımdır. Digər tərəfdən baxanda da fintexlər də narahat olmalıdır ki, bank mənim müştərimi apara bilər. Bizim vətəndaşlarımız onlayn texnologiyalardan, innovativ texnologiyalardan istifadə eləsə, bütün bu onlayn və innovativ texnologiyalar inkişaf edəcək. Bu ilin birinci növü ərzində Apple Pay, Google Pay ödənişləri 1 milyarddan çox olmuşdu. Azərbaycan. Bəli. O kifayət qədər böyük rəqəmdir.